Axşamınız xeyir olsun hörmətli qonaqlarımız. Bəygəlinimizin iftikarını lütfen güzel bir yerler gelsin. Canım gözüm ayı məzahir etəh maspur. El oğlumuz, elimizin obamızın sevimli şairi. Səni əziz Dürdana ilk balanın toyu münasibətilə təbrik edirəm. Allah toyumuzu mübarək eləsin, cəmi subaylarımıza toy qismət eləsin inşallah. Çox danışmayacağım. Şair Məhərrəm Qəradağlı bəyəkləri mənə dedi ki, Osman Sərvərinin şeirin rəhmətli kəmanları oxuyanda 2 bənd sən izafə oxumusan, heç kəs deyir onu bilmirdi. Dedi ki, o havanı oxusan yaman yerinə düşər, şairin sözünü yerə salmadım. Həm mənim dostum, həm Aşıq Muxtarın dostu, həm sizin dostunuzdur, hamımızın dostudur. Müslüm Canıməndin iftikarına, şair Məhərrəm Qəradağlının iftikarına, ərz olsun xidmətinizə, İlyas müəllimin iftikarına, şair Ümid, aşıq dostlarımın iftikarına, uzaqdan yaxından bu toyu xoş eləyib gələn qonaqların hamısının sağlığına və onların sağlığına, böyücanın sağlığına gözəl bir yerlər gəlsin, mən də sizin üçün bir hava oxuyum. Ama bunu da ərz edeyim ki, sözleri şair Məzahir Təhmas buradan olacaq. Vicdan olan yerde adalet de var demişti bu söylüyor babalar. Adalet de var. Teşekkür ederim Aysel sen. Memnunum. Vicdan olan yerde adalet de var demişti bu sözü onu babalar. Cennet olsun ahirette yerleri düz tutup ezelden yolu babalar. Sinəsi qəm kədər həsrət oylağı, kişiliyin şərafətin dayağı, həqiqətin mərifətin ocağı, hikmət sözləri ilə dolu babalar. Düşmən qabağında
zirvədə qalanı yersiz qurmayır. Düşmən qabağında uzaq durmayır. Səxavətin heç vaxt üzə vurmayıb, olubdur hər sirdən halı babalar Aşıq Musalova. Mərifət sarayı, pozuluban fitnələrin halayı, məzahir dilində haqqın harayı, deyib ya Muhammed Əli babalar, deyib ya Muhammed Əli babalar, Əli köməyiniz olsun, qaya tək möhkəm olan Qayabaşı və Qaradağ elimizin sağlığına. Buyurun, məmnun, əhsən. Aferin. Çok sağ olun, çok sağ olun. Teşekkür ederim.